Salam, mən Nəzrin Ağarzayeva, moda sahibkarı və PR ekspert. Nəzrin xanım, xoş gördük. Salam, təşəkkür edirəm. Günə başlayarkən nəyi mütləq edirsiniz? Üz qulluğu və səhər yeməyi mütləqdir. Biznesin sizə öyrətdiyi başlıca qayda nədir? İnsanlarla əməkdaşlıq etməyi bacarmaq. Öz sahənizi seçərkən hansısa brenddən və ya dizaynerdən ilhamlanmısınızmı? Bəli, məsələn, Yves Saint Laurent'ın hekayəsi, Four Seasons brendinin təsisçisi Isadora Sharp'ın hekayəsi möhtəşəmdir. Salam, zəhmət olmasa Decaf Americano var. Təşəkkür edirəm. İstedad yoxsa çalışqanlıq? Məncə hər ikisi. Hazırki biznes sahənizi siz tapmısınız, yoxsa o sizi tapıb? Düşünürəm bir-birimizi tapmışıq. Niyyətin hara, mənzilin ora, necə deyərlər. Biznesdə öhdəsindən gələ bildiyiniz ən böyük qorxunuz hansı olub? Başlamaq və səhvləri dərs kimi qəbul etmək. Elə biznes demişkən, indi həm təsisçisi olduğum layihəyə gedirik Stock Concept Store-a. Hansı kitabı hər bir sahibkar mütləq oxumalıdır? Pauline Brown tərəfindən yazılmış Estetik İntellekt kitabı, çox bəyənirəm onu. Yaxşı və pis sahibkarı nə fərqləndirir? Düşünürəm, yaxşı və pis sahibkar yoxdur, təcrübəli və təcrübəsiz sahibkar var. Dəb sənayesində uğurlu biznes qurmaq üçün hansı əsas xüsusiyyətlər tələb olunur? Estetik zövq, bazar duyumu və görünməyən detalları görə bilmə bacarığı. Sizin üçün geyimdə yaxşı zövq nə deməkdir? Ümumi obraza şəxsi xarakterdən bir detal qatmaq. Şirkətiniz bir insan olsaydı necə biri olardı? Müasir, özünə güvənən və tarixinə hörmət edən insan. Biznes dünyasını dəyişdirəcək bir yenilik tətbiq edə bilsəydiniz, o nə olardı? Yəqin ki, niş və kiçik brendləri təmsil edən bir platforma. Hansı biznes məqsədinizə çatmaq üçün hələ də çalışırsınız? Stoku tək Concept Store kimi yox, həmçinin lokal brendlərin moda mərkəzi kimi təmsil etmək. Təşəkkürlər Nəzrin. Görüşənədək.